Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün 2026-cı il buraxılış imtahana düşən riyaziyyat suallarına baxırıq. Onu deyim ki, buraxılış çətin sayılmırdı. Suallar normal suallar idi, qapalı suallar. Ətraflı suallarda 1-2 düşündürücü sual var idi. Orta oxuyan şagird üçün əlbəttə ki, asan imtahan idi. Deməli 61-ci sualda kvadratlar fərqidir. 828 çıxılsın 72. O da olacaq 828 plus 72. Aşağıda da 378 var. 828-dən 72 çıxanda olacaq 756. Çıxdıq 72-ni elədi 756. 378-ə böləndə 2. Burada eləyəcək 900. 2-ni vurasan 900-ə olacaq cavab 1800. C variantı. Aynı ədədi silsilədə A13 var, A28 var. Silsilə fərqi yəni D-ni soruşur. A28 bərabərdir A13 üstəgəl 15D-yə. 28 bərabərdir 58 plus 15D. 15D bərabərdir -30. D olacaq -2. 63-cü sualda cəmin hasilə çevrilməsidir. Kosinus alfa üstəgəl kosinus beta 2 kosinus 38 plus 18 56 yarısı olacaq 28. Kosinus alfa minus beta bölgü kosinus 10 dərəcə. Sonra oxşarlıq sualıdır. Uşaqlar, paralellik varsa oxşarlıqdır. NC 17-dir, BN 8-dir. NC isə AC-də 20-dir. Deməli, bura bir x yazsa, x-in 20-yə nisbəti bərabərdir 8-in 25-ə nisbətinə. 25x bərabərdir 160. X olacaq. Demək 6,4. Prizma həcmi 120-dir. Hündürlüyü 8-dirsə, oturacağın sayəsinin prizma həcmi V bərabərdir. S oturacaq vurulsun hündürlük. 120 bərabərdir. S oturacaq vurulsun H. H-ın yerinə isə 12 yazıram. Hündürlüyə 8 yazıram. S-ə düşəcək. 120 bölü 8 olacaq 15. Eni 40, uzunluğu K olan düzbucaqlı. Deməli, bura eninə 40 yazıram. Uzunluğu K olacaq. Perimetr olacaq. 2 vurulsun 40 üstəgəl K. C variantı. En natural ədədlərin sayını tapın. Əlbəttə ki, en olacaq. Deməli 17 olar, 18 olar, 19, 20, 21, 22. 1, 2, 3, 4, 5, 6 dənə. 68-ci sualda sinifdə 24 şagird var. 2 növbətini seçəcək. Kombinizon 24-dən 2. O da bərabərdir. 24 vurulsun 23. 2 vur 1. 12 vurulsun 23. O da olacaq 230. 230 üstəgəl 46, 276. C variantı. 69-cu sualda 40%, deməli bu eləyəcək 10-da 45 vurulsun 3-də 5. Bu da 2 qalır. 7,5 üstünə 2,5 gəldim. Oldu 10. 40% 10 olan ədəd 10 bölünsün 40 vurulsun 100. Olacaq 25. 70-ci sualda eyni qövsə söykənən daxilə çəkilən bucaqlar bir-birinə bərabər deyə alfa olacaq 40 dərəcə. 71-də sinus alfa, sinus 60, kosinus 30. Biz bilirik ki, cəmi 90 dərəcəyə bərabər olan bucaqların sinusları və kosinusları bir-birinə bərabərdir. Deməli, fərqi olacaq 0. 72-ci sualda 2-nin üstündə kökdə 2-ni kökdə 2-yə vuranda olacaq 2. Cavab olacaq 4. B variantı. 73-də -2x kiçik bərabər 8-dən, x də böyük bərabər -4-dən, ən kiçik təməlli olacaq -4 D variantı. Konusun doğranı 10 kökdə 3-dür. Doğran 10 kökdə 3-dür. 10 kökdə 3-dür. Oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Deməli, bura 30 dərəcədir. Düzbucaqlı üstbucaqlı 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı deyə bura olacaq 5 kök altında 3. 60-ın qarşısı isə 30-un qarşısının kökdə 3 mislidir deyə 5 kök altında 3 vurulsun kök altında 3 cavab olacaq 15.
75-ci sualda 2 üstü x vurulsun 2 üstü 3 8 çıxılsın 6 vurulsun 2 üstü x kiçikdir 3 üstü x vur 3 çıxılsın 3 üstü x-dən. 8 2 üstü x-dən 6 vur 2 üstü x çıxanda qalacaq 2 vurulsun 2 üstü x kiçikdir. Burada da 2 vurulsun 3 üstü x. 2'ləri ixtisar eləsəm 2 üstü x kiçikdir 3 üstü x-dən. Əlbəttə ki, x böyük olmalıdır. 0-dan ən kiçik tam əl olacaq 1. AB 2 rəqəmli ədədlər üçün kök altında AB-dən kök çıxırsa, natural ədəd olursa AB neçə olacaq? 16 ola bilər, 25 ola bilər, 36, 49, 64, 81. Təsadüfən seçilmiş bir ədədin tək ədəd olması. Tək ədəd ümumi hallarımız sayı neçədir? 6, tək ədədlər 1, 2, 3-dür. Əlverişli hallarım 3-dür, ehtimal olacaq 2-də 1. Loqaritma 81 əsasdan 8. Bunu yazaram loqaritma 3-ün üstündə 4, 4-ün tərsi gəlir. 8-də 2-nin kubu yazsam 3 də gəlir bura. Bölünsün loqaritma 9 yazım 3-ün kvadratı tərsi 2-də 1 gəlir. 32-də 2 üstü 5-dir. Burada 5 gələcək. Böləndə nə edirəm? Tərsinə vuraram. 4-də 3 loqaritma 3 əsasdan 2 vurulsun 1 bölünsün 2-də 5 loqaritma 3 əsasdan 2. 3 əsasdan 2'lər bir-birini apardı. Qaldı 4'də 3 bölünsün 2'də 5 yəni vurulsun 5'də 2. Burada 2 qalacaq 10'da 3 0 10'da 3. 78-ci sualda hesablama sualıdır. 0 -0 4'ün kvadratı 0,16 eləyəcək. Bu olacaq 1,6 çıxılsın 2 üstəgəl 3. O da olacaq 2,6. Aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkət edirlər. Qarşı-qarşıya hərəkət edirlər. Və bu A nöqtəsidir, bu da B məntəqəsidir. A'dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Piyadanın sürətinə x desəm, velosipedçinin sürəti olacaq x plus 8. Velosipedçi A'dan 24 km məsafədə olan C nöqtəsinə, piyadadan C nöqtəsinə məsafə 24 isə, ümumi məsafə 34 idi, bura 10 qaldı. C nöqtəsi piyadadan 0,5 saat tez çatarsa. Deməli, velosipedçi daha tez çatır. Deməli, bu piyadanın buradan bura gəldiyi zaman, velosipedçinin bura gəldiyi zamandan daha çoxdur. Deməli, 10 bölünsün x, bura gəldiyi zamandan çıxaram 2'də 1'i bərabər olacaq 24 bölünsün x plus 8. 24 bölünsün x plus 8. Hər tərəfi, deməli, ortaq məxrəc 2x-də 20 çıx x bərabərdir. X plus 8-də 24. Çarpaz vursam 20x çıxılsın plus 160 çıxılsın x kvadratı çıx 8x bərabərdir 48x-ə mənfi x kvadratı plus 12x plus 160 çıx 48x bərabərdir 0-a. Olacaq mənfi x kvadratı çıxılsın 36x plus 160 bərabər 0-a. Hər tərəf mənfiyə vursa x kvadratı plus 36x çıxılsın 160 bərabər 0-a. Cəmi mənfi 36 hasili mənfi 160 eləyən mənfi 40-dan 4-dür. Əlbəttə ki, x-i sürəti 4 olacaq biz. Nəyi soruşur? Piyadanın sürətinə x demişdik. X olacaq, piyadanın sürəti olacaq 4. 24 nəfərdən ibarət olan işçi qrupunda qadınların yaşlarının ədəd ortası 21. Deməli, kişilərin sayına x yazsaq, qadınlar olacaq 21 çıx x, 24 çıx x. Kişilərin yaşlarının ortalaması, yaşların cəmi A olsun, qadınların yaşlarının cəmi B olsun. Qadınların yaşlarının ədəd ortası 21'dir. Yaşlarının cəmi B-dir. Yaşlarının cəmini bölüləm saylarına bərabərdir 21'ə. Sonra kişilərin yaşlarının ədəd ortası 29'dur. Kişilərin yaşlarının cəmi A-dır. Böldüm kişilərin sayına bərabər olacaq 29'a. Ümumi ortalama 26'dır. Ortalama nə olacaq? A üstəgəl B bölünsün 24 bərabərdir 26'ya. Buradan B bərabərdir 24 vur 21. 24 vur 21.
olacaq 504. 24 vur 21. 504 olacaq 504 çıxılsın 21x. A-ya bərabərdir 29x. Gətir yerinə yaz. 504 çıxılsın 21x plus 29x olacaq plus 8x böl 24 bərabərdir 26-ya. 504 plus 8x bərabərdir 26 vur 24. 26 vurulsun 24. 624. Buradan 8x bərabərdir 120. X olacaq 15. Kişilərin sayını x demişdik. Olacaq. Kişilərin sayı olacaq 15. Növbəti belə bir suala baxaq uşaqlar. Kvadratik funksiyasının qrafiki verilmişdir. CO 5'dir. Bura 5'dir. Deməli bu nöqtənin koordinatı 5 0'dır. 0 5'dir. Y 5'dir burada. BO 25 AO'ya bərabərdir. AO'ya K desəm BO olacaq 25K. Bura 25K'dır. Bura K'dır. Sadəcə koordinatı K'nı müsbət götürsək, onda bura olacaq mənfi K. Çünki X'in X burada mənfidir. Sonra düzbucaqlı üçbucaqda bilir ki, bura düzbucaqlı koordinat sistemidir. Bu bucaq düz bucaq olur. Biz də bilirik ki, H kvadratı bərabərdir 25. Evklidə görə 25 bərabərdir. Bu məsafə. Artıq məsafə desə müsbət K götürəsən. K vurulsun. Digər 25K. 25K kvadratı 25'dir. K olacaq plus minus 1. Əlbəttə ki, K'nı 0'dan böyük götürmüsən deyə K olacaq 1. K 1'dirsə, bura olacaq mənfi 1. Bura olacaq müsbət 25. Səndən E-mi soruşur. Təpə nöqtəsinin apsisi nəyə bərabər idi? X1 plus X2 böl 2'yə. Mənfi 1 plus 25, 24. 2'yə də böləcəksən, cavab olacaq 12. Alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlısa, deməli alfa ilə betanın cəmi 180'dir. Gamma ilə fi isə uyğun tərəfləri olan eyni adlı bucaqlardır. Gamma bərabərdir fiyə. Gammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20 azdır. Deməli, gamma bərabərdir 0,8 alfa. Fi'nin dərəcə ölçüsü isə betadan 20% çoxdursa, bu 1,2 betaya bərabər. Bu alfa betaya bərabər, deməli gamma fiyə bərabərdir. 0,8 alfa bərabərdir 1,2 betaya. Hər tərəfi 10'a vursam 8 alfa 2 beta olur. 2'yə də bölsəm 4 alfa bərabərdir. 4'ə bölsəm 2 alfa bərabərdir. 8 alfa bərabərdir 12 betaya. 4'ə böləndə 3 alfa bərabərdir 4 beta olacaq. Alfa düşür 4K. Betaya düşür 3K. Deməli alfa ilə betanın da cəmi neçə idi? Deməli 8 alfa bərabərdir 12 beta. Hər tərəfi 2 alfa bərabərdir. 2 alfa bərabərdir 4'ə böləndə 3 beta olur. Alfaya düşəcək 3K. Betaya düşəcək 2K. 5K 180'dir. K'ya düşür 36. 2K olacaq 72. 3K olacaq 108. Deməli A və B nöqtəni birləşdirən parçanın orta nöqtəsi apsis oxunun mənfi hissəsi üzərində olarsa. Deməli, parçanın orta nöqtəsi apsis oxunun mənfi hissəsinin üzərindədir. Buradadır o parçanın orta nöqtəsi. Buradadırsa, deməli, bunun orta nöqtəsinin x-i mənfidir. Y-i isə 0'a bərabərdir. Orta nöqtəni necə tapırdıq? K'nın kvadratı çıx 4K, çıx 4K üstəgəl 12. Yəni, bu nöqtə ilə bu nöqtənin cəminin yarısı. Olacaq K kvadratı çıx 8K plus 12 kiçikdir 0'dan. Bura müsbətdir, deməli ora mənfi olmalıdır. Kiçikdir 0'dan. Köklərin cəmi 8 hasil 12 isə 2 və 6'dır. Kiçik olduğu aralıq olacaq 2-6 aralığı. Deməli K daxildir 2-6'ya. K daxildir 2-6 aralığına. Və ordinatı isə 0'dırsa K'nın kvadratı çıxılsın 12K plus 32 bölü 2. Bunların cəminin yarısı bərabərdir 0'a. Kəsir 0 olmaq üçün surət 0 olmalıdır. Köklərin cəmi 12 hasili 32'dirsə 4 və 8'dir. Sən K'nı 2-6 aralığında götürməlisən, K olacaq 4. Euler-Venn diaqramında A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. Kəsişmə nədir? 3x plus 4. B'nin A'dan fərqindən böyükdür 19 çıx 2x'dən. Burada 5x böyükdür 15'dən, x böyükdür 3'dən. X böyükdür 3'dən. X'in natural qiymətləri üçün. Natural A fərq B nədir? 2x plus 5. X 3'dən böyükdürsə, ən az natural deyir deyə X'in natural qiymətləri üçün X'ə 4 verərsən. Bu olacaq 13.
olacaq 13. Bəs ən çox neçə verə bilərsən? Bax, bura diqqət eləyək. Bura saydır. Natural ədəddir, bura müsbət olmalıdır. X-ən çox 9 verə bilərsən. 10 verəndə artıq mənfi olur da, düzdür? 9 verəndə, yəni belə yazmalısan. 19 çıx 2x böyük 0-dan. 2x kiçikdir 19-dan, x də kiçikdir 9,5-dən. Natural həll deyirdi, ən çox 9 verə bilərsən. 9 da verəndə 23 eləyəcək. Cəmləri olacaq 36. Belə, uşaqlar, hər birinizə uğurlar. İnşallah arzuladığınız nəticəni qazanmısınız. Blok imtahanlarına hazırlaşmaq istəyən şagirdlər üçün əlaqə nömrəsi 051 514 06 12 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar arzulayıram.